Bu zonada qonşusunu öldürən, onun arvadı ilə oğlunu yaralayan 18 yaşlı İnşallah Hacıyev məhkəmədə ifadə verib. Bakı Azərbaycan Məhkəməsinin hakimi Azər Tağıyevin sədri ilə keçirilən məhkəmə baxışında İnşallah Hacıyev bildirib ki, 2014-cü ildə ailə üzvləri ilə birlikdə Buzovna qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi evə köçüb. Atası Etiqad Hacıyevlə qətlə yetirdiyi Qurban Məlikov ögey dayıqlı olublar. Qonşuluqda yaşayan Məlikovlarla ilk vaxtlar aramızda problem yox idi. Sonra münasibətlərimiz pozulmağa başladı. Səbəblərdən biri Qurbanın böyük oğlu Məzahir'in idarə etdiyi avtomobilin təkərlərini yerində dövr etdirməklə qardaşım Gümrahın qarşısını kəsməsidir. Qurbanın arvadı Könül anam Günay ilə bir neçə dəfə mübahisə ediblər. 5-6 il əvvəl Qurban Məlikov ailəmi polisə verib. Şöbəyə yazdığı şikayət ərizəsində qeyd edib ki, güya biz onların evlərinə hücum etmişik. 2024-cü il oktyabrın 6-sında gecə saatlarında Şağan 2 adlanan ərazidə oyun salonunda dostlarımla oyun oynayandan sonra evə qayıtdım. Qurban Məlikov, övladları Məzahir və Oruc qarşımı kəsib atamı yerinə soruşdular. Bundan xəbərim olmadığını deyəndə ağır söyüşlər söydülər. Cavab qaytaranda Qurban ardınca da Məzahir üzümə yumruq atdılar. Burnumdan qan gəldi. Oruc bizi aralayandan sonra birazdan gələcəyimi deyib oradan uzaqlaşdım. Atamı toy axşamı məclisi keçirilən məkandan tapdım. Baş verən hadisəni ona danışdım. Magistral yolun kənarında məhəlləyə doğru gedərkən Qurban oğullarla birlikdə hücum edərək məni və atamı döydülər. Birtəhər evə çatdıq. Mətbəxdən bıçağı götürərək qonşularımın həyətinə keçdim. Evdən çölə çıxan Qurban Məlikovun əlində çəkic vardı. Birinci zərbəni qarın nahiyəsinə vurdum. Sonra vurduğum zərbələri xatırlamıram. Sonra həyətimizə qayıtdım. 102-yə zəng edərək məlumat verdim. Cinayəti törətməyimə Qurban Məlikovun və oğullarının məni və atamı döyüb söymələri səbəb oldu. Buna görə də qisas aldım. Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrında paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 17 yaşlı İnşallah Hacıyevin rayonun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikovaya kəsici alətlə xəsarət yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib. İnşallah Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham rədd edilib. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.